Bismillahirrahmanirrahim. Mövzumuz Cabir ibn Həyyan, Kufi, Tusi, Tərtusi və müxtəlif adlarla qeyd olunan tanınmış kimya alimi haqqında olacaqdır. Kimdir Cabir ibn Həyyan? Heç eşitmisinizmi? Kimya elminin atası ləqəbini almış, müasir kimyanın ən böyük zəhmət çəkən alimlərdən biri olan Cabir ibn Həyyan 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalamın şagirdi olmuşdur. Bəli, səhv eşitmədiniz. Avropada bugün Cəbr kimi tanınan, ərəb dilində Cabir adı ilə qeyd olunan kimya elminin atası İmam Sadiq əleyhissalamın şagirdi olmuşdur. Birbaşa özü də bunu öz kitablarında etiraf etmişdir. Kimya elmində qazandığı nailiyyətlərini ustadım, mövlam, imamım, seyyidim Cəfər Sadiq əleyhissalamdan öyrənmişəm, onun mənə öyrətdirdir deməklə İmam Sadiq əleyhissalamın adını da kitablarında qeyd etmişdir. Əvvəldə bunu da qeyd edək. Bizim Əhl-i-Beyt imamlarımız, Allahın salamı olsun onlara, elmə diqqət etmişdilər. Nəinki şəriət elmlərinə, hətta dini şəriətdən ayrı olan dünyəvi elmlərdə belə onlar diqqət ayırıblar. Şiə imamları, Allahın salamı olsun onlara, müsəlman alimlərini yetişdirməyində çox böyük rol olmuşdur. Onlar həmişə elmin, mədəniyyətin, texnologiyanın inkişafına böyük töhfələr vermişdir. Buna bizim əsaslarımız var. Və bu günləri kimya haqqında bu əsasları diqqətinizə çatdıracağıq. Hətta bu günləri Avropada dünya elminin inkişafında qeyri-müsəlmanlar belə müsəlmanların şərqin, qərbin bugünkü mütərəqqi elmi nailiyyətlərində böyük rol olduğunu etiraf etmişdir. Hətta Fransadan, İngiltərədən, Almaniyadan olan tanınmış şərqşünaslar belə etiraf ediblər. Müsəlman olmasalar da bu elmlərin Avropanın əlinə çatmasında müsəlmanların rol olmuşdur. Və müsəlmanların da arasında şagirdlər var ki, onlar birbaşa bizim Əhl-i-Beyt imamlarımızın, Allahın salamı olsun, şagirdi olmuşdur. Onların arasında ən tanınmış insan Cabir ibn Həyyan Kufidir. İmam Sadiq əleyhissalamın şagirdlərinin arasında kimya elmində ən çox adı çəkilən tanınmış şəxsiyyət Cabirdir. Cabiri bugün Avropada müsəlmanlardan daha yaxşı tanıyırlar. Bəli, səhv eşitmədiniz. Cabir haqqında araşdırma apardıqda müsəlmanlardan çox onu Avropalıların, qərb dünyasının şərqdən çox şəxsiyyətini tanıtdırdığı, hətta haqqında kitablar yazıldığı və markalar buraxıldığı əlimizdə bununla bağlı dəlillər var. Latın dilində və ingilis dilində ona Cəbr deyilir. Avropa alimləri etiraf edirlər, müasir kimya elminin inkişafında onun rolu danılmazdır. Cabir ibn Həyyanın əsərləri, kimyəvi proseslər, kimyəvi reaksiyalar, maddələrin xassələri və digər mövzuları əhatə edirdi. O çoxsaylı eksperimentlər və laboratoriyasında olan analizlər aparmış, nəticələrini də kitablarda qeyd etmişdir. Müasir kimya elminin inkişafı üçün çox böyük bir zəmin yaradan alimlərdən biri hesab olunur. Ustadı və müəllimi Cabirin özünün etirafına əsasən onun bir alim kimi, xüsusən kimya elmində və digər elmlərdə formalaşmasında əsas rolu ustadı İmam Cəfər Sadiq əleyhissalamın misilsiz rolu olmuşdur. Hətta bəzi mənbələrə əsasən Cabirin kimya elminə olan həvəsini, marağını da İmam Sadiq əleyhissalam ona oyatmışdır. Dəfələrlə Cabir, mövlam, ağam, seyyidim, ustadım İmam Cəfər Sadiq əleyhissalamdan bunu öyrənmişəm deyə qeyd etmişdir. Cabir özü bəs əslən haralıdır? Cabirin özü əslən bəziləri onu Tusdan, Tus şəhəri indiki İranda Xorasan vilayətində yerləşən 20 kilometrindən yaxın olan Məşəd şəhərinin qərb tərəfində yerləşən bir məntəqənin adıdır. Bəziləri isə onu Kufədən hesab ediblər və Tusa sonra atasının hicrət elədiyinə görə onun Tusdan adlandığını qeyd ediblər. Doğum tarixi miladi ilə 721 və vəfat tarixi Kufə şəhərində yaxud da İranın İlam şəhərində 815-ci ildə qeyd olunmuşdur. Əlbəttə bunlarda ixtilaf var. Mən bugün sizə dediyimi bəzi mənbələrdən ələ gətirmişəm. Cabir ibn Həyyanın İmam Sadiq əleyhissalamın şagirdi olduğuna dair dəlillər. Çünki bəziləri çalışıblar onun İmam Sadiq əleyhissalamın şagirdi olmağında yaxud da ümumiyyətlə yazılan kitabların ona nisbət verilməsində şübhə icad etsinlər, şübhə yaratsınlar. Amma bu şübhələrə baxmaq lazım deyil. Bizim araşdırmamış, etibarlı mənbələrə əsasən tanınmış alimlər ki, adını qeyd edəcəyəm, onların vurğuladığına əsasən Cabir ibn Həyyan kimya elmində, kimyanın atası ləqəbini almış bu şəxs Cəbr adı ilə tanınan Avropada haqqında kitablar yazılan, indi də kitabları kitabxanada saxlanılan şəxs
6-cı imam İmam Cəfər Sadiq əleyhissalamın şagirdi olmuşdur. Birinci öz etirafı. Özünün etirafına əsasən Cabir özü dəfələrlə İmam Sadiqin adını çəkmişdir. Ona Seyyid ağam demişdir və Həzrəti Əli əleyhissalamın da özünün Xutbətül Bəyan, bəyan xutbəsi ki, imama nisbət verilir, ondan istatlar gətirmişdir. Sonra başqa bir mənbədə kitabda o İmam Cəfər Sadiq əleyhissalamdan sonra onun imamının İmam Sadiqin oğlu 7-ci imam İmam Musa Kazım əleyhissalam olduğunu vurğulamışdır. Və əlavə olaraq da Cabir öz əsərlərində kimya elmindən danışanda kimyanın gələcəkdə daha da böyük bir qapıları üzümüzə açmağını vurğulayıb və bunun 12-ci imam İmam Zaman əleyhissalamın dövründə olduğunu vurğulamışdır. Cabirin İmam Sadiq əleyhissalamın şagirdi olduğuna ikinci dəlil alimlərin, tarix yazanların və rical elmində şəxsiyyətləri araşdıranların öz kitablarında gətirdiyi qeydlərdir. Onların bir neçəsinin adını burada qeyd edirəm. İbn Xalkan Əhl-i-Sünnə alimidir. Vəfayatul Əyan kitabı yazmışdır. 1-ci cild səhifə 291-də İmam Sadiq əleyhissalamın həyatı haqqında şərh yazıb izah verəndə buyurmuşdur ki, onun şagirdlərindən biri kimya elmində minlərlə vərəqlər, kağızlar yazan Cabir ibn Həyyan olmuşdur ki, o özü 500 risalə orada İmam Sadiq əleyhissalamdan aldığı elmlərdən yazmışdır. İbn Xalkan bunu həm İmam Sadiq əleyhissalamın şagirdi olduğunu və kimya elmində olduğunu qeyd etmişdir. O cümlədən də digər alimlərdən İbn Nədim Əl-Fehris kitabında Seyyid ibn Tavus Şiə alimlərindəndir. Onun özü də Fərəcül Məhmum fi Tarixi Uləmain Nucum kitabında və Səfədi Sid Muhsin Əmin tanınmış Şiə alimlərindən Siddiq Həsən xan və başqaları açıq-aşkar öz kitablarında Cabirin İmam Sadiq əleyhissalamın şagirdi olduğunu və kimya elmində böyük kitablar yazdığını, yeniliklər, ixtiralar, kəşflər etdiyini vurğulamışdılar. Müasir alimlərdən Ayətullah Xoyi və o cümlədən son vaxt dünyasını dəyişən Ayətullah Safi Qulpeyqani Cabir haqqında ayrıca bir risalə yazmışdır. Cabirin şəxsiyyəti haqqında qətiyyən şək şübhəni olmadığını qeyd etmişdir. Onun şəxsiyyətini isbat edəcək dəlillərini orada gətirmişdir. Ayətullah Xoyi özünün Mu'cəmur Rical kitabında olan sözünün mən bir neçə cümlə ilə sizə çatdırıram. O, Cabir haqqında danışmışdır və Cabirin şəxsiyyətini tanınmış insan olduğunu, Əbu Musa, Sufi, Tərtusi və bizim keçmiş şeyxlərdən olduğunu vurğulamışdır və onun bir neçə gizli, məxfi elmləri bildiyini, bu barədə kitablar yazdığını vurğulamışdır. Və sonra onların İmam Sadiq əleyhissalamdan bu elmləri kəsb etdiyini haqqında məlumat vermişdir. Və öz kitabında gətirdiyi dəlillərdən biri Əl-Hilal jurnalından George Zeydan adında bir alimin araşdırmasını Cabirin İmam Sadiq əleyhissalamın şagirdi olduğunu vurğulamışdır. Və hətta Ayətullah Xoyi təəccüblə bunu qeyd etmişdir ki, Cabirin həyatını araşdıranda görülür ki, Cabir haqqında olan Avropa, Qərbdə olan məlumatlar müsəlman dünyasından daha çoxdur. Onlar onun haqqında daha çox kitablar, məqalələr yazıblar. Nəinki müsəlmanlar. Sonda Ayətullah Xoydan nəql olunan bu cümləni orada qeyd edirəm ki, Ayətullah Xoyi demişdir, Cabirin bu günləri kimya elmində, müasir elmlərdə yazdığı kitabların Avropada kitabxanalarda saxlanılması Şərq dünyasının Qərb dünyasına olan gözəl dəlillərindəndir. Kitabxanalarınızda saxlanılan bu kitabları yazan kimdir? Cabirdir. O da müsəlman alimlərindəndir və İmam Sadiq əleyhissalamın şagirdidir. Kitablar haqqında məlumat verəcəyəm. O cümlədən də Mustadrakul Vəsail kitabında mərhum Nuri iki hədis nəql eləmişdir ki, Cabirin İmam Sadiq əleyhissalamla bağlı mövzusuna işarə edir. Cabir özü İmam Sadiq əleyhissalama bir özündə olan xəstəliklə bağlı bir mövzunu danışır və ondan dua etməsini istəyir. İmam Sadiq əleyhissalam ona həm dua etdiyini, həm də o problemdən şəfa tapmağından ötürü nəyin nəyə qatışdırılıb istifadə etdiyini vurğulamışdır ki, sonra Cabir də bunu eləyir və əlhəmdülillah o problemi həll olur. O cümlədən Kəşf-i Zunun kitabının sahibi Hacı Xəlifə də öz kitabında Cabirin həyatını qeyd etdikdə onun İmam Sadiq əleyhissalamın şagirdi olduğunu vurğulamışdır. Möhsün Əmin Əyan-ı Şiə kitabında 4-cü cild səhifə 30-da Cabir haqqında danışmış və onun haqqında olan alimlərin etiraflarını gətirmişdir. Yaxşı. Bəs Əhl-i Sünnənin kitablarından dedi, Şiə alimlərinin kitabından dedi, Avropalılar necə? Bəli, Avropalıların da arasında insafla etiraf ediblər ki, o kimya elminin ən mühüm şəxslərindən biridir və İmam Sadiq əleyhissalamın şagirdidir. Bunu İngilis alimi, şərqşünas Parisdə və İngiltərədə, Londonda təhsil almış, akademiyanın üzvü olan
Erik John Holmyard adında bir alimin özü Cabir haqqında məqala yazmışdır. Cabir haqqında yazdığı məqalanın özündə açıq-aşkar Cabirin özünün İmam Sadiq əleyhissalamın şagirdi olduğunu vurğulamışdır. Tanınmış İngilis şərqşünası Erik müsəlman dünyasında kimya elminin sərçəkməsi adında bir məqala yazmışdır. Məqalanın adını qeyd etdim və orada Cabir haqqında danışandan sonra bunu deyir. Cabir İmam Sadiq əleyhissalamın şagirdi, onun yaxın şəxslərdən biri olmuşdur. İmamı çox üstün və mehriban bir insan kimi görmüşdür. Elə bir həddə imama bağlı olmuşdur ki, imamdan ayrılmağı özünə rəva bilməmiş, ondan özünü ehtiyatsız bilməmişdir. Cabir çalışırdı ki, ustadı İmam Sadiq əleyhissalamdan kimya elmi barəsində eşitdiklərini toplasın və keçmiş kitablarda kimya elmi ilə bağlı İskəndəriyyə kitabxanasından gələn bəzi əfsanələri təmizləsin, həqiqəti ortaya çıxartsın. Və bu barədə deyir ki, öz hədəfinə demək olar ki, müəyyən qədər də çatmışdır. Fransalı Berthelot adında bir alim, həm də kimyaçıdır. Kimya elminin kimya elmində sintezin atası adı ilə məşhurdur Berthelot. O özü Cabirin şəxsiyyətinin təsirini aldığını etiraf edənlərdəndir. Cabiri haqqında dediyi cümləyə baxın. Fransalı alim belə bir söz deyir. Cabirin kimya elmində olan məqamı Aristotelin məntiq elmində olan məqamı kimidir. Məntiq elmində Aristotel necə qəbul olunur? Kimya elmində də Cabir belə qəbul olunur. George Sarton Avropada tanınmış şərqşünaslardan və Cabir haqqında araşdırma aparanlardandır. Özü buyurur, Cabiri orta əsrlərdə elm sahəsində ən böyük şəxslərdən biri hesab etmək lazımdır. Gustav Le Bon özü çox təəssüflə qeyd edir ki, İslam dünyasının çox kimya haqqında yazdığı əsərləri var. Aradan gedib bəziləri qalıb, onlardan biz faydalana bilməmişik. Bunların arasında Cabirin və Zəkəriyyə Razinin adını qeyd etmişdir. Və Zəkəriyyə Razi daha onun bu günləri bütün dünyada tanıyırlar. Nə ilə? Alkol, spirti kəşf eləməklə. Bugün çox xəstəliklərdə, ümumiyyətlə tibb sahəsində həkimlərin masa üstü, miz üstü əsas məhlullarından biri, lazım olan vasitələrdən biri apteklərdə satılan koronavirus vaxtında onun üstündə davalar düşən insanlar bir-birini tapdalayan ələ gətirsinlər spirtdir. Və virusların qabağının qarşısını kəsməkdə və tibb sahəsində daha onun haqqında danışmaq, çox danışmağa ehtiyac yoxdur. Spirti kim kəşf edib? Razi öz kitablarında spirtin kəşf olunması ilə digər sahələrdə danışanda tez-tez deyir, ustadımız Əbu Musa Cabir haqqında danışır. Bunu İbn Nədim öz kitabında qeyd etmişdir. Yaxşı. Ən maraqlı bir hadisə bundan ibarətdir ki, hal-hazırda Cabirdən bizim əlimizdə qalan kitabların çoxu heç də müsəlman dünyasında saxlanan kitabxanalarda deyil, Avropada olan kitabxanalardadır. Mən onların bir neçəsini qeyd edirəm. Əl-Xavassul Kəbir kitabı Cabirin kitabıdır. İngiltərədə muzeydə saxlanılır. Əl-Əhcar daşlar haqqında, daşların xüsusiyyətləri haqqında yazdığı kitabdır. Paris Milli Kitabxanasında saxlanılır. O cümlədən də Əsrar-ı Təbiət, Təbiətin Sirləri adında olan kitabı və Fransada çap olunmuşdur, orada kitabxana saxlanılır. Fransada 1490-cı ildə miladi təqvimi ilə onun kitabları çap olunmuşdur. İngiltərədə 1668-ci ildə, baxın neçə əsr bundan qabaq kitabları çap olunmuşdur və Latın dilinə tərcümə olunmuşdur. O cümlədən də Almaniyada Cabirin kitabları kitabxanalarda saxlanılır və ən məşhurdur onların arasında Almaniyada çap olunan Sikal Almani adında bir doktor tərəfindən araşdırılıb çapa verilən Əs-Sumum və Dəf'u Mədarriha zəhərlər və onların zəhərlərin aradan aparılması, qarşısının kəsilməsi ilə bağlı bir kitabdır. Mən indi sizə Avropada 15-ci əsrdə miladi təqvimi ilə 15-ci əsrdə Cabirin haqqında olan bir nümunəni sizə göstərirəm. Qardaşlarımız da onu daha yaxşı sizə göstərərlər. Baxın, bu Avropalı rəssam tərəfindən 15-ci əsrdə miladi təqvimi ilə Avropada çəkilmişdir. Cabirin şəxsiyyəti və onun kimya elmi haqqında olan nailiyyətlərini qeyd etmişlər. Və 1903-cü ildə Fransada Cabiri öz ustadı İmam Sadiq əleyhissalamla bir yerdə təsvir edən marka buraxılmışdır. Baxın, 1903-cü ildə Cabir bu əsərdə Avropada Fransada dərman şirkəti tərəfindən özü və ustadı İmam Sadiqi təsvir edən bir marka buraxılmışdır. O cümlədən müsəlman dünyasında 1987-ci ildə İordaniyada Cabirin adına marka buraxılmışdır və
Son əlimdə olan məlumat da 1997-ci ildə Suriyada Cabirin adına marka buraxılmışdır. Onun fəaliyyətləri kimya elmi ilə, dərmanlarla, tibb elmi ilə bağlı nailiyyətləri orada göstərilmişdir. Cabiri kimya elmində kimyager, kimyaçı kimi tanıyırlar. Amma Cabirin kitablarına baxdıqda İmam Sadiq əleyhissalamdan öyrəndikləri təkcə kimyada olmamışdır. Cabir kimyaçı, filosof, astronom, riyaziyyatçı, həkim, təbib, əxlaq, tarix, ədəb və şeir haqqında belənçinə, zoologiya, biologiya haqqında və silahlarla da bağlı hansı silahlar, hansı işlərə bizə daha da asanlaşdıra bilərdilər düşmənlə mübarizədə onları öz kitablarında bəhs açmışdır. Amma əsasən kimya ilə bağlı mən bir neçə, daha da çox ətraflı isə danışmağı özümə borc bilirəm. Cabir müasir kimyanın əsasını qoymuş şəxslərdən biri hesab olunur. Turşuların və digər maddələrin hazırlanması metodlarını Cabir inkişaf elətdirmişdir. Kimya elmində Cabir bir neçə mövzuda ilkə imza atmışdır. Yəni Cabirdən qabaq Yunandan, İskəndəriyyədən gələn heç bir kimya alimləri və kitablarında bu mövzu açılmamışdır. Cabir ibn Həyyan ilk dəfə kimyada eksperimental metodları tətbiq edən alimdir. Müasir kimya elmində indi də geniş istifadə olunan bir sıra mühüm kimyəvi proseslərin o Cabir kəşf etmişdir. Bunlardan biz xlorid və nitrat turşusunun sintezini, kimyəvi məhlulların distilə edilməsini, kristallaşmanın kimyəvi proseslərə olan təsirini misal çəkə bilərik. Əsərlərində hətta Cabir bəzən hər kəs başa düşməsin deyə, kimya elmindən sui-istifadə etməsinlər deyə çox şeyi rəmzlə, şifrə ilə demişdir. Hətta alimlər Cabirin çox əsərlərini ərəb dilində olmaqla yanaşı numeroloji, nömrələnmə ilə qeyd olunduğunu, hər kəsin başa düşmədiyini qeyd etmişdir. Ona görə də indi də Cabirin əsərlərini araşdırıb, çoxları başa düşmür, çox şeylərdə kəşf olunmur. Gərək bunu Cabirin zamanında özündən soruşasan. Bundan əlavə Cabir müsəlman dünyasında bəzilərinin etirafına əsasən kimya elmində ilk laboratoriyası olan bir kimyaçı olmuşdur. Cabir öz evində, şəxsi zirzəmidə, Bağdad şəhərində yaxud da Küfə şəhərində laboratoriyası olmuşdur. Və həmin laboratoriyada kimyəvi məhlulların hamısının hazırlanması və test olunmasını daha da yaxşı qeydiyyatını aparmışdır. Cabirin bəs kitabları, Cabirin 4000-dən çox kitab yazdığını qeyd edənlər var. Təkcə fəlsəfədə 300 risaləsini qeyd ediblər. Mən daha onlar haqqında çox danışmaq istəmirəm, amma onun elmi əsərlərindən ən çoxu bu günləri Avropada dediyim kimi kitabxanada saxlanıldığını qeyd etməyi özümə borc bilirəm. Cabir bir neçə kimya elmində elmi istifadə olunan aparatların, vasitələrin, o alətlərin özünü Cabir kəşf etmişdir. Onların arasında mən bir neçə təqdir, distilə alətini Cabirə nisbət veriblər. Qara retorta aparatını onun kəşf etdiyini qeyd ediblər. Əmbik ərəb dilində, alambik bugün müasir dildə vurun, sosial şəbəkədə, Wikipediyada araşdırın, kimya elmində bilənlərdən araşdırın, mən araşdırmışam. Bunlar hamısı həmin alətlərin, kimya elmində istifadə olunan alətlərin adıdır, laboratoriyada istifadə olunur. Bunlar alambikin özü də Cabir tərəfindən ilk dəfə istifadə olduğunu və kəşf ixtira olduğunu qeyd ediblər. Bəzi məhlullar haqqında xlorid turşusu, nitrat turşusu, agua regia, yəni kral suyu, limon turşusu xalq arasında sirkə turşusu, uksus kimi tanınan və o cümlədən də başqa çox məhlullar var ki, onların Cabir tərəfindən kəşf olunduğu qeyd edilmişdir. Hətta kimya elmində bəzi yeniliklərin də Cabirin adına yazıldığını qeyd olunmuşdur. Mən burada Ayətullah Safi Qul Peyğanı tərəfindən qeyd olunan bir mövzuya toxunmaq istəyirəm. O da bundan ibarətdir ki, bu günləri kimya elmində bir neçə nəzəriyyə başqa alimlərin adına yazılmışdır. Onların arasından mən birini sizə qeyd edirəm. Baxın, İngilis fiziki və kimyaçısı John Dalton atom nəzəriyyəsinin irəli sürənlərdəndir. Atom və molekulun təminin baş direktoru. Daltonun atom nəzəriyyəsi atomlar haqqında bir elmi nəzəriyyədir. Amma burada mövzu nədir? Mövzu budur ki, Dalton bu teori ilə elementlərin müəyyən üsullarla birləşməsinin səbəbini aydınlaşdırır. Atomu Daltondan da qabaq deyənlər olublar. Amma birləşmə, ilsaq, bunun özünü ilk dəfə araşdıranda Daltondan qabaq, ola bilər Dalton o kitabdan götürməyib. Biz Daltonu ittiham eləmirik. Amma bizim əlimizdə olan Cabirin kitablarına əsasən qeyd eləyə bilərik ki, hələ Daltondan qabaq ilk dəfə Cabir Əl-Ma'rifatu bis-sifətil ilahiyyə vəl-hikmətil fəlsəfiyyə kitabında iki məhlulun
bir-birinə birləşdirilməsini, atomda da istifadə olunur. Bunu ilk dəfə Cabir demişdir. İndi sonradan Daltonun adına yazılıb, ola bilər o sonradan bunu kəşf edib, yaxud da ki, onun kitablarından istifadə edib. Qeyd etdiyimiz kimi, Cabir haqqında bəziləri şübhə oyatmaq istəyiblər. Onun şəxsiyyətini sual altına aparmaq istəyiblər. Yaxud da onun ümumiyyətlə kitablarının ona mənsub olmadığını sual altına aparmaq istəyiblər. Amma qeyd etdiyimiz kimi, biz burada sizə söhbətimizin əvvəlində həm əhl-i sünnə qardaşlarımızın mötəbər kitablarından, tarixçilərdən və o cümlədən də şiələrdən və hətta Avropalıların belə Cabir haqqında kitab yazdığını və onun İmam Sadiq əleyhissalamın şagirdi olduğunu vurğulamışlar. Sonda Cabirin əhl-i beyt olan məhəbbətini, imamlarımıza olan bağlılığını bir neçə mövzuda qeyd etməklə söhbətimizi yekunlaşdırırıq. Cabir yazdığı kitablardan biri Əl-Xəmsindir. Əl-Xəmsin kitabında Cabir açıq-aşkar İmam Musa Kazım əleyhissalamın İmam Sadiq əleyhissalamın canişini olduğunu qeyd edir. Cabir bununla da hətta özünün İsmaili məzhəbi olmadığını, İmam Sadiqdən sonraki imamları qəbul etdiyində vurğulamışdır. Birbaşa İmam Sadiq əleyhissalamdan sonra özünə rəhbər İmam Musa Kazım olduğunu qeyd etmişdir. Və o cümlədən də Cabirin özü öz kitablarında İmam Zaman əleyhissalama olan məhəbbətini, ağa ilə bağlı elmi mövzularını qeyd etmişdir. Hətta zuhurdan belə danışmışdır. Əlbəttə, elmi bəhslər açmışdır. Cabir Tabul Bəyan kitabında İmam Zaman əleyhissalamın haqqında danışıb və İmam Zaman ağanın zuhuru ilə sirli elmlərin asılacağını qeyd etmişdir. Yəni, Cabirin fikrinə əsasən, indi əlimizdə olan elmlər, kimya və başqa sahələrdə zərrədir. İmam Zaman əleyhissalamın zuhuru ilə o elmlər daha da aşkar və əyan olacaq. Və Cabirin vurduğuna əsasən o zaman da insanlar daha da kamil və yeni bir insan formasına düşəcəklər. Həm elmi cəhətdən, həm maddi cəhətdən. Cabirin bu vurduğun İmam Zamanla bağlı hədisləri araşdırarda təsdiq etdiyini görürük. Hal-hazırda olan elmi inkişaf, texnologiya İmam Zaman ağanın zuhurundan qabaq olacaq, amma İmam Zaman ağanın zuhuru ilə indiki elm, texnologiya daha da inkişaf eləyəcək. Açılmamış elmlər, sirlər İmam Zaman ağanın zuhuru ilə ərsəyə gəlib daha da açılacaq. Cabir də bunu öz kitabında hələ İmam Zaman əleyhissalam anadan olmamışdan qabaq bunu qeyd etmişdir. Bununla da 12 imam əqidəsində olduğunu və zuhur və İmam Zamanın da İmam Mehdi əleyhissalamın adı ilə və Qaim əleyhissalam ki, adı çəkiləndə ayağa durmaq savabdır, adını qeyd etmişdir. Elmlər onda aşkar olacaq. Və Cabir öz kitablarından birində İmam Sadiq əleyhissalamın qeyb elmi ilə də bağlı məlumat vermişdir. Paul Kraus Avropalı şərqşünaslardandır. Cabir ibn Həyyan haqqında 2 cild fransız dilinə tərcümə etmişdir. Sonra həmin o risalanı xülasə etmişdir və orada Risalə-i Rahibiyyə, rahib risaləsində bir adamdan rahib olan kəşflər ki var, Cabir onları yazmışdır. Ondan aldığı elmləri faydalanmağını qeyd edəndə o risalanın ibtida girişində Cabirdən belə nəql edir. Bütün risalələrim, kitablarım Seyyidim Cəfər Sadiq əleyhissalamdan yazmışam. Çünki bütün elmləri o həzrətdən əxz etmişəm. Sonra orada Nəsrani rahib, keşiş haqqında danışanda bunu qeyd edir ki, bu risalada olanları isə, yəni bütün elmlərimi hamısı İmam Cəfər Sadiq əleyhissalamdan almışam. Bircə rahib risaləsi ki var, keşiş, rahib keşiş deməkdir. Keşiş risaləsində olanları isə ondan öyrənmişəm, ondan əxz etmişəm. Bunu deyəndən sonra maraqlı bir hadisə danışır. Mən deyir, bu kitabı yazandan sonra bir müddət sonra İmam Sadiq əleyhissalamın hüzuruna getdim. İmam Sadiq əleyhissalam məni gördükdə çoxdan gəlmədiyini, görsənmədiyini qeyd edir. Mən ona əhvalımı danışdım. Sonra imam mənə qeybdən xəbər verdi. Sən həqiqətən 2 risalə yazmısan kitab formasında. Birində adın qoymusan filan risalə, rahibin buyurduqlarını qeyd etmişsən. O birində isə məndən öyrəndiyini qeyd etmişsən. İmam Sadiq əleyhissalam deyir, mənə qeybdən xəbər verdi. 2 kitab yazdığımı, birini rahibdən öyrəndiyimi, birini isə İmam Sadiq əleyhissalamdan öyrəndiyimi mənə çatdırdı. Bəli, Cabir kimi tanınmış elmi şəxsiyyət, kim elminin atası, sonda dünyasını dəyişəndə də haqqında qeyd edirlər ki, ölüm yatağında, balışının altında Kitab-ı Rəhmə, kim elmi ilə bağlı yazdığı kitabı qoyub dünyasını dəyişmişdir. Bu qədər elmə əhəmiyyət vermişdir. Allahdan istəyimiz budur ki, Allah təala Cabirə rəhmət eləsin. Allah təala Cabirin sayəsində İslam dünyasının adını ucaldan, Avropada onu tanıtdıran və bu günlərdə həmin elmi yol gedən alimlərimizi hifz eləsin.